Birinci bugünkü dərsimiz oksidaşma dərəcəsidir. Oksidaşma dərəcəsinin izahını verirəm. Bu nədir? Oksidaşma dərəcəsi uşaqlar hidrogendir, oksigendir, azotdur, xlordur, karbondur, feryumdur. Ümumiyyətlə nə olur olsun, hansı bəsit maddəni tanıyırsınız, tanıyın. Fərqi yoxdur da. Yəni bəsit maddə deyəndə kimyəvilik anlayışları dərsindən bilirsiniz. Yəni tək halda olur da, bəsit halda yazılır. Təkcə nə özü olur? Məsələn, hidrogen nədir? Bəsit maddədir. Oksigen nədir? Bəsit maddədir. Bu nədir? Azot bəsit maddədir. Tək halda yazılır. Bax, bunlar nə olur olsun da, bunların hamısını bəsit maddə kimi götürürlər və bunların götürürlər tək halda olanda oksidaşma dərəcəsini sıfır. Ümumiyyətlə oksidaşma dərəcəsi desəz nədir? Oksidaşma dərəcəsi birləşmələrdə fərqli göstərir, tək olanda fərqli göstərir. Eyni valentlik anlayışı kimidir də. Nətər valentlikdə yazırdığı, məsələn, hidrogen bir valent olur. Oksidaşma dərəcəsi də bir valent olur bunun. Sadəcə bir dənə fərqləri var ki, burada molekul şəklində birləşmələr olanda fərqli-fərqli göstərə bilir bunlar. Məsələn, baxın, hidrogen tək halda oksidaşma dərəcəsini bəsit halda olduğu nə tək gördünüzsə, tək görən kimi bunun üstünə sıfır yazarsınız ki, bunun oksidaşma dərəcəsi sıfırdır. Amma birləşmə şəklində olanda, məsələn, H2O deyirik də, bu birləşmə şəklində olanda bunun oksidaşma dərəcəsini artıq birləşməyə görə təyin eləyəcəksiniz. Hidrogeni deyək ki, bilmirsiniz, oksigeni bilirsiniz. Oksigen öz valentliyi qədər oksidaşma dərəcəsi göstərir. Yəni həmişə bu göstərir -2. Oksigen çox hallarda -2 göstərir. Gəlib yazırsınız. 2-ni vurursunuz x-ə, eyni valentlik tapdığımız kimi eləyir 2x. Üzərinə gəlinsin, -2 bərabərdir 0. 2x minus 2 bərabərdir 0. Buradan tapırıq ki, 1 imiş bu. Müsbət 1. Всё. Bax, bu qaydada. Yəni, eyni valentlik kimi tapılır. Nağda görə nisyanı tapmalıyıq. Nağd bildiyimiz əlimizdə olanın valentliyini yazırıq. Nisiyət, yəni bilmədiyimizi x götürürük, o şəkildə tapa bilirik. Məsələn, gəlin belə bir şey deyim sizə. Birləşmələrdə metallar, qeyri-metallar, bunların hamısının müxtəlif-müxtəlif oksidaşma dərəcələri var da. Məsələn, bax, bizə verə bilər natrium xlor. Əzbərləyəsiz, bu da valentlik cədvəlidir. Yəni desəz ki, müəllim, biz məsələn oksidaşma dərəcəsini nə bilək ki, natrium necə göstərir, xlor nətər göstərir. Yadda saxlayın, bunun da cədvəli var. Dəyişkən oksidaşma dərəcəsi göstərənlərin hamısının cədvəli var. Cədvəl verəcəm kitabınızdan. Onları əzbərləyəsiz. Yəni bunun konkret bir qaydası yoxdur ki, deyim, məsələn, natrium harda 1 göstərir, harda 2 göstərir, məsələn, harda 0 göstərir, onsuz da natrium həmişə 1 göstərir. Məsəl üçün deyirəm. Yəni elə bir qaydası yoxdur. Vurma cədvəli kimi də bilməlisiniz, yerinə qoymalısınız. Valentlik nətər idi? Bu da elə. Baxın, indi məsələn, natrium xlordan gedir söhbət. Metallar birləşmələrdə belə bir şey deyim. Bax, metallar var, qeyri-metallar var. Sizə köməyim bu ola bilər ki, metallarla qeyri-metalları fərqləndirə bilirsiniz yəqin ki. Hansı birləşmələrdə ay uşaqlar metal görsəz, həmişə yadda saxlayın ki, valentinə uyğun oksidaşma dərəcəsi göstərir metallar. Yəni metalın valentliyi nədirsə, natrium metaldır da. Natrium metal olaraq valentliyi neçə idi? 1 idi. Demək bunun oksidaşma dərəcəsi də 1-dir. Özdə müsbət 1 olur. Metallar həmişə müsbət oksidaşma dərəcəsi göstərir. Mənfi göstərə bilməz. Amma qeyri-metallar mənfi göstərə bilir. Bax, fərqləri də biri budur. Metallar heç vaxt mənfi ola bilməz və metallar öz valentliklərinə uyğun göstərirlər. Və bir dənə fərq var. Valentlik rum rəqəmi ilə yazılır. Amma oksidaşma dərəcəsi qarşısında plus minus işarəsi ilə. Özdə məsələn natrium 1 deyil valentliyi olur müsbət 1. Niyə? Çünki metalda axı metal deyə müsbət oksidaşma dərəcəsi göstərdi. Baxın indi natrium xlordur da. Tutalım ki, mən burada nağda görə nisyanı tapmalıyam. Xlor 1, 3, 5, 7 valentlik göstərə bilər. Demək, mən bilmirəm axı bunun oksidaşma dərəcəsi neçədir. Həmçinin bunun oksidaşma dərəcəsi də 1, 3, 5, 7 göstərə bilər. Bilmirəm. Buna verirəm x. Amma natriumu nağd bilirəm. Çünki natrium nədir? Metaldır. Mən də belə bir söz demişəm ki, metallar öz valentliklərinə uyğun göstərirlər. Siz də bilirsiniz ki, natrium sabit valentlidir. Sabit valentli də olduğuna görə bunun oksidaşma dərəcəsi nədir? Müsbət 1-dir. Axı 1 valentlik göstərirdi. Metal mənfi göstərə bilməz deyə oldu müsbət və sabitdir deyə, valentliyi də 1-dir deyə oldu müsbət 1. Bu şəkildə gəlib sıfıra bərabərləşdiririk. 1-i vururuq bunun ayağına, eləyir elə 1. Üzərinə gəlsin, x-i vururuq bunun ayağına, yəni atomuna da eləyir x, bərabərdir 0. X də bərabər elədi -1. Demək, bununki nəymiş? Xlorunki -1 imiş. Qurtardı. İndi Zinyət, sən mənə denən
Müəllimə, bir Kalsiyum. söz soruşum. Bəli, buyur. Təklərdə bayaq dediniz, təklərdə həmişə sıfır olur. Məsəl üçün, N2, O2. Bəli, bəli. Tək halda olanda, bəsit olanda həmişə sıfır götürün. Gəldik buna. Zinet, kalsium brom 2-ni deyə bilərsən? Danışa bilirsən Zinet, yoxsa danışmaq istəmirsən? Mən danışmasın müəlliməm, dinləyim də. Olar. Yaxşı. Nəyə başa düşməsən, amma bildir. Başa düşdün bura qədər. Bəli. Problem qalsa denən. Şəfa, sən denən onda. Kalsium brom 2-dir. Bu birləşmədir. Burada mənə bromun valentliyini denən. Burada Oksitləşməsini. deməli, kalsiumu bilirik ki, müsbət 2 göstərir. Bəli, Onda olacaq deməli 2 üstəgəlsin 2x bərabərdir 0. düzdür. 2x da bərabərdir -2, x da bərabərdir -1. Bəli, düzdür. X mənfi 1 imiş. Demək bromun oksitləşməsi mənfi 1 imiş. Qurtardı. Məsələn, indi verirəm bunu şəfa. Alüminium 2, S3. Alüminium 2, S3 birləşməsidir. Burada kürdün valentliyini bilmirik və ya da oksitləşməsini bilmirik. Tapmalıyıq. Necə tapacağıq oksitləşmə dərəcəsini? Deməli, alüminium müsbət 3 valentli göstərir. Bəli, metal Ona olduğuna görə görə oksitləşməsi də müsbət 3 olur. Sonra deməli yazırıq ki, 6 üstəgəlsin 3x bərabərdir 0. bəli, 3x də bərabərdir -6, x də bərabərdir -2. düzdür. Demək küçük mənfi 2 imiş. Məsələn, bizə verə bilər ferium 2O3. Bu birləşmə. Neyinirik bəs burada? Feriumu bilmirik, hələ oksigeni də bilmirik. Necə tapılır? Oksigen müəllimə -2 olurdu. Bəli, nağda görə nisyə. Həmişə oksigen uşaqlar -2 olur, həmişə. Yəni çox vaxtı belə olur da, çox vaxtı -2 olur, çox birləşmədə, %99 birləşmədə belə olur. Amma yenə də hər ehtimala qarşı oksigeni X götürürsünüzsə, siz oksigeni bilmirsinizsə, gəlin feriuma baxın. Valentliyi anlayışına görə bunun başındakı rəqəm düşür bunun ayağına. İndi baxırsınız ki, burada 3 var. Bunun ayağındakı 3 demək bunun başındaymış da. Demək bura 3 valentliymiş. Bu 3 valentliymiş deyə də mən bayaq belə bir söz dedim ki, metallar öz valentlinə uyğun oksitləşmə göstərirlər. Yəni bu ferium metal olduğuna görə bunun valentliyi 3-dür deyə bunun oksitləşməsi də müsbət 3-dür. Bu oldu 3. Bu nə oldu? Bu 3 olandan sonra 3-ü vurursunuz 2-yə, eləyir 6. Nə gəlsiz? X-i vurursunuz 3-ə, eləyir 3x, bərabərdir 0. X də bərabər tapsınız -2. Belə tapdıq. Amma heç bilməsəz də, yəni %99 halda oksigen -2 olur. Bildik? Bunu bir də izah edə bilərsiniz? Bəli, bax, ferium 2O3 birləşməsidir. Şəfa, dedim ki, valentlik anlayışına görə bunu bilmirik. Belə bir şey var idi ki, bunun ferium bilirsiniz də həm 2 valent göstərə bilir, həm 3 valent göstərir. İndi desən ki, ay Allah, mən görən müsbət 2 götürüm bunun oksitləşməsini, yoxsa müsbət 3. O zaman valentlik anlayışı bizim köməyimizə gəlir. Demişəm ki, valentlikdə belə bir anlayış var idi ki, bunun başındakı rəqəm valentlik düşür bunun ayağına. Bunun da başındakı düşür bunun ayağına. Çarpaz düşür də bir-birlərinin ayağına. İndi demək bura 3 düşübdürsə, demək ferium vaxtı ilə 3 valentlik göstəribdir. İndi bu 3 valentlik göstəribdirsə, bunun oksitləşmə dərəcəsi də müsbət 3 olacaq. Bildik? Hə, bildim. Çarpaz yazdıq. Bilmiyorum. Ya da çarpaz yazdıq. Bəli, bura 2 düşsəydi, onda götürərdim müsbət 2. Ziniyyət, sənin üçün burada problem qalmadı. Xeyr, mən başa düşdüm. Aha. 3-ü vursuz 2-yə, eləyir 6, üstə gəlir. X-i vursuz 3-ə, eləyir 3x bərabərdir 0. X də tapsız ki, -2. Demək oksigen -2 imiş. Bu qaydada qutardı. İndi gəldik nəyə? Qeyri-metallarda bayaq dedim ki, mənfi ola bilər. Bəs yaxşı ha, uşaqlar. Bu metalların oksitləşməsi, qeyri-metalların oksitləşməsi, bunların hamısını biz əzbərləyə bilməliyik axı. Bunun üçün asan bir yol olmalıdır. Təbii ki, bunu da deyirəm sizə. Yadda saxlayın. Metallar mənfi ola bilməz. Mənfi oksitləşmə göstərə bilməz. Həmişə müsbət olur. Bu bir qayda. Sonra metallar haqqında belə bir fikir var ki, metalların maksimum, yəni göstərdiyi oksitləşmə dərəcəsi onun yerləşdiyi valentliyinə uyğun olur. Maksimum valentliyinə uyğun olur.
uyğun. Minimumu isə uşaqlar 0 olur. Həmişə 0 olur. Məsələn, söhbət gedir feriumdan. Feriumun maksimum oksidaşma dərəcəsi onun valentliyi neçədirsə, maksimum valentliyi neçədirsə o qədər ola bilər. Feriumun maksimum valentliyi 3-dür da, bilirsiniz. Ona görə demək bu maksimum oksidaşması da 0 olacaq, müsbət 3 olacaqdır. Yəni dəyişənməz də 5 ola bilməz, 6 ola bilməz. Maksimum valentlik neçədirsə, maksimum oksidaşması da o qədər olur, eyni olur. Amma minimumu həmişə 0 olur. Amma qeyri-metallarda belə bir qayda var. Qeyri-metallar mənfi oksidaşma dərəcəsi göstərə bilər. Maksimumu yerləşdikləri qrupun nömrəsinə uyğundur. Yerləşdiyi qrupun nömrəsinə uyğun olaraq göstərilir. Minimum isə yerləşdiyi qrupdan 8 çıxmaqla tapılır. Çıxırsız 8-i. Gəlin göstərim. Məsələn, bir dənə qeyri-metal yazıram. Gəlin yazıram xlor. Xlor 17-dir də sıra nömrəsi. Sizə deyir ki, bunun minimum valentliyini və ya da maksimum valentliyini tapın. Nə tər tapacaqsınız bu halda? 1:2, deyək ki, cədvəldə əzbərləməmisiniz, heç nə bilmirsiniz, yadınızdan çıxıb. Gəlirsiniz yazırsınız. 1:2, 2:2, 2:6, 3:2, 3:5. Mən nə dedim? Dedim qeyri-metalın maksimum valentliyi və ya da maksimum oksidaşması necə tapılır? Yerləşdiyi qrupun nömrəsinə uyğun tapılır. Baxırsınız ki, bunun qrupun nömrəsi nədir? Baxın, 7-dir. Demək, bunun maksimum oksidaşması 7 imiş. Maksimum oksidaşması 7-ci qrup deyildi bu. Demək, olacaq oksidaşması müsbət 7. Minimum isə dedim ki, yerləşdiyi qrupdan, yəni bundan çıxmalısınız 8-i. 7-dən çıxacaqsınız 8-i, eləyəcək -1. Demək, bunun minimum oksidaşma dərəcəsi də -1 imiş. Qurtardı. Bircə dənə bu qayda oksigenlə flora aid deyil. Çünki oksigenin maksimumu müsbət 2 olur, minimumu -2. Florun da maksimumu 0 olur, minimumu -1. Kimin sualı var bura qədər? Yoxdur yəqin. Gəldik onda hidrogen qeyri-metalına. Ümumiyyətlə yadda saxlayın ki, uşaqlar, bax bu dərsi, yəni girişdə oksidaşma dərəcəsinə qəşəng əzbərləməlisiniz. Bir də bax bu ən çox testlərdə düşən 1-4-lərə bu qeyri-metal bir də metal anlayışı idi. Bayaq dediyim ki, nətər tapılır. Və bircə dənə bunları da yadda saxlayın, qurtardı. Gəldik indi hidrogen qeyri-metalına. Uşaqlar, hidrogen qeyri-metalı sizə belə bir qayda deyəcəm, yəni bütün hamısı üçün keçərlidir. Hidrogen qeyri-metalı metallarla olur həmişə -1. Bir də borla silisium qeyri-metalı ilə olur -1. Yəni harda bir yerdə görsəz bunu -1 götürəsiniz. Yəni bütün birləşmələrdə belə. Da bir də tapmanıza ehtiyac yoxdur. Müəllimə, bir Amma dənə bu qaydanı bir də. deyirəm, hidrogen qeyri-metal deyirəm. Metallarla və bor və silisiumla həmişə olur -1. Məsələn, silisium H4 yazıblar, birləşmə. Görürsən ki, hidrogen nəyin yanındadır? Silisiumun yanındadır. Mən nə qayda dedim? Dedim, silisiumla borun yanında və metalların yanında hidrogen olur -1. Demək, avtomatik -1 imiş. Qurtardı. Harda görsəz bu qaydada bunları tətbiq edib yaza bilərsiniz. Yəni, bu da qısa bir çıxardacağımız qeyddir. Məsələn, natrium hidrit veriblər sizə. Görürsünüz metalın yanındadır da, metalda axı bu, metalın yanındadır hidrogen. Avtomatik -1 yazın üstünə. Harda metalın yanındadırsa hidrogen -1 olur. Harda bor və silisiumun yanındadırsa hidrogen -1 olur. Qurtardı. Gəldik indi flor anlayışına. Florda nətər olur? Bir dənə florun istisnası nə idi? Flor uşaqlar maksimum halda 0 göstərir oksidaşmasını. Minimum halda -1 göstərir. Minimumu -1 olur. Və bütün birləşmələrdə flor hamısında -1 göstərir. Da müsbət falan olanmaz. Məsələn, o flor 2 veriblər sizə. Tez gördünüz də birləşmədir. Nə demişəm? Demişəm bütün birləşmələrində -1 olur. Tez gətirin yazın üstünə -1. Həqiqətən də siz bunu hesablasaq da görəsiniz -1-dir. Necə? Bax, nağd nədir? Nağd bilirsiniz ki, bu oksigen həmişə necə olur? -2 olur da. Nağdınıza görə -2 yazsınız. Buranı da bilmirsiniz. Yazsınız -2 vurulsun 1 eləyir -2. Üstə gələk. X-i 2-yə vuranda eləyir 2x bərabərdir 0-a. Həqiqətən x görsünüz yenə burada -1 alınır.
Yəni yoxlasaz da eyni şey alınır. Amma mən sizə deyirəm ki, harda flor birləşməsi gördünüz, bütün birləşmələrdə flor -1 olur. Üstünə tez yazın -1. Sonra deyirəm ki, harda hidrogeni metalın yanında, qeyri-metalın yanında gördünüz, daha doğrusu hidrogeni metalın yanında və bor və silisiumun yanında gördünüz, götürün o dəqiqə -1. Bu da oldu belə. Və oksigen üçün də belə bir qısa qeyd deyəcəm sizə, yadınızda saxlayın, bu da işinizə yarayar. Oksigen 90% birləşmələrdə, 95% birləşmələrdə -2 oksitləşməsi göstərir. Amma 3 atomlu birləşmələrdir, 4-5 atomlu, yəni bir sözlə də 3-dən çox birləşmələrin hamısında -2 oksitləşmə dərəcəsi göstərir. Məsələn, bilirsiniz bu nə deməkdir? Bax, oksigen deyək ki, harda -2 göstərə bilər? 3 dənə birləşmə olanda. Məsələn, H2SO4. Görürsünüz, 3 dənə atom var burada. Hidrogen, kükürt, oksigen. 3 dənə var deyə, yəni 2-dən artıqdır da. 3 atomlu birləşmələr, 4-də, 5-də, 3-dən çox olan birləşmələrin hamısında oksigen göstərir -2 oksitləşməsi. Burada %100 -2 göstərir. Tez üstünə yazın -2. Bu qaydada. Sonra, məsələn, bizə verə bilər alüminium 2, SO4-dən 3 dənə. Neyinirsiniz? Tez yazsız oksigeni -2. Çünki 3 dənə görürsünüz atom var burada. Alüminium var, kükürt var, oksigen var. Bu qaydada. İndi bəs yaxşı. Müəllim, Hə, florda da flor -1 göstərir də. necə? H florda da flor -1 göstərir də oksitləşmə Bəli, dərəcəsi. bəli. Bax, indi gəlin belə bir birləşmə deyim uşaqlar sizə. Məsələn, bax, bayaqkı birləşmə var idi. Natrium 2, SO4. Bax, belə birləşmə veribdir. Deyir ki, burada, dəqiqə, deyir burada kükürdü tapın. Siz oksitləşmə cədvəlini indi öyrənəndə biləsiniz ki, kükürdün 2, 4, 6 bu oksitləşmə dərəcələri var da. Bunlardan hansı olar? Yenə nağda görə nisyan tapırsınız. Nağd bildiyiniz nədir? Mən bayaq nə dedim? Dedim ki, metallar öz valentinə uyğun göstərir oksitləşmə dərəcəsini. Metal deyil, natrium. Natriumun valenti neçə idi? Natriumun valenti 1 idi. Demək, oksitləşməsi nədir? Qabağına bir dənə plus atırsınız metal olduğuna görə. Yazsınız -1. Qutardı. Oksigen nə dedim? Oksigen haqqında da dedim ki, 3 dənə birləşmə olanda, 4 dənə, 5 dənə olanda çox vaxt olur oksigen -2. Yazdıq. Gəlsiz, biri vursuz 2-yə, eləyir 2, üstünə gəlsiz. X-i vursuz S-in ayağına, eləcə X. Üzərinə gəlinsin. -2-ni 4-ə vuranda eləyir -8. Bərabərdir 0. Buradan da X-i tapırıq ki, -6 imiş. Qutardı. Kükürt demək -6 oksitləşmə dərəcəsi göstərir. Bu qaydada. Məsələn, gəlin bizə verə bilər alüminium 2, SO4 3. Bu tipli birləşmələrdə nə edirsiniz? Alüminiuma baxırsınız. Alüminium nədir? Metaldır. Metallar haqqında nə dedim? Dedim, metallar həmişə yerləşdiyi valentliyinə uyğun olaraq, göstərdiyi valentliyinə uyğun olaraq eyni oksitləşmə dərəcəsi göstərir. Yəni, alüminium 3 göstərir deyə valentliyini. Demək, burada da qarşısına bir dənə plus atıb yazsız 3. Kükürdü bilmirik. Kükürt çox göstərə bilər. Oksigen haqqında da belə bir şey dedim ki, oksigen də -2 göstərə bilər. Uşaqların ən çox çalışdığı yer bu mötərizənin içi olur. İstəsəz, indi riyazi qabiliyyəti güclü olan uşaqlar bir-bir vurub yaza bilər. Bu qaydada yaza bilər ki, belə. 3-ü vurur 2-yə, eləyir -6. Üzərinə gəlsin. 3-ü vurur bir dəfə x eləyir 3x. Bir dəfə də 4-ü vurur 3-ə 12, 12-ni vurur -2, eləyir -24. Bərabərdir 0. Yəni, istəyən uşaq belə də yaza bilər. Yəni, riyazi qabiliyyəti yaxşıdırsa, belə tapıb yaza bilər. Yox, əgər çaşasızsınızsa siz bu mötərizə məsələsində necə eləyin? Bunun da asan yolu var. Belə birləşmə verir də mötərizə ilə. Onda eləyirsiniz belə. Bunu olduğu kimi saxlayırsınız. Yazsınız alüminium 2. Bu var ha, bax mötərizə. Mötərizəni bir-bir vurun. S-i vurun bir dəfə 3-ə, eləyir S3. Oksigeni də vurun ayaqlarını bir-birinə. Oksigenin 4 dənəsi vurun bir-birinə, eləyir 12. Belə yazın, üstlərinə yazın. -2, -3, x. Bir-bir belə vurun yazın. 6 üzərinə gəlsin 3x minus 24 bərabərdə 0. Belə tapa bilərsiniz. Başa düşdünüz nə dedim? Yəni, istəsəz belə açıq yazın. Elə yazın. Yəni, bu daha rahatdır. Prosto görürsünüz də ona görə. Belə birdən çaşır uşaqlar. Bu qaydada. Qutardı. Buradan x-i tapırıq. İndi nə edirsiniz? SH4-ü buradan
bunu. Alüminyum 2 S3'ü dan kürdü. Karbon monoksidi. Buradan karbonu. Kalsiyum karbidi. Buradan da karbonu. Yazın mən atın. Gözləyirəm. Zinət yaza bilirsən də yəqin. Baxacağım. Bax görək. Düzdür cavab. Birinci atdığın düzdür. İkinci də bu da düzdür. Üçüncü də düzdür. Dördüncü də bu nəyi tapmısa? Yox, səhvdir bu. Zinət nə yazır? Zinət CH4'ü yazmısan? Yoxsa 1-2 nömrələ yaz. Bax, 1 bu olsun, 2 bu olsun, 3 bu olsun, 4 bu. Ay sol, düzdür Zinət. Birinci düz. Demək, ikinci də Kürdü tapmısan. Düzdür. İkinci də düzdür. Üçüncü də bu da üçüncü də yox, bir şeyi düz yazmısan, amma işarəsini səhv qoymusan. Mənfi müsbət məsələsinə diqqət elə. Dördüncü ay sağ ol, düzdür. Züniyyət düzdür. Şəfət dördüncü də işarə səhv eləmisən sən də. Belə, başa düşmüsünüz, amma bir dənə diqqətli olaq, üstündən keçin, bir də izah eləyim. Bunu hamınız düz yazsınız. Niyə? Çünki bayaq dedim ki, hidrogeni harda görsəz, götürün nə? Götürün hidrogen birləşməsini müsbət 1 ya da mənfi 1. Dedim metalla görəndə mənfi 1 götürəsiniz. Bu da qeyri-metal olduğuna görə burada müsbət 1 götürürsünüz. Metalla görəndə mənfi götürürsünüz. Amma bu qeyri-metaldaxı qeyri-metal deyə bu olur müsbət. Yazsız x üstəgəl 4 bərabərdir 0. X də bərabərdir mənfi 4. Bunu düz yazsız. Gəldi ikinciyə. Alüminiumu burada müsbət 3 götürdünüz. Bunu da bilmirik də neçədir. Gəlin yazaq. 6 üzərinə gəlsin 3x bərabərdir 0-a. X də bərabər elədi mənfi 2-yə. Bunu belə tapdıq. Üçüncüdə karbon monoksid. Karbon x-dir. Oksigen neçədir? Bayaq dedim ki, birləşmələrdə mənfi 2 göstərir. Mənfi 2 yazdıq. Yazsız x minus 2 bərabərdir 0. X eləyirmi? Müsbət 2. Vardı. Zinət bax işarəni səhv yazmışdı. 4-də kalsium karbid. Bunu da Şəfa səhv yazmışdı. Zinət düz yazmışdı. Baxın uşaqlar, kalsium nədir? Metaldır. Dedim metal neyinir? Metal öz valentliyinə uyğun oksidaşma göstərir. Yəni bunun öz oksidaşması neçə idi? Valentliyi neçə idi? 2 idi də, sabit valentli idi. Demək oksidaşması da olacaq müsbət 2. Bu da x-dir. Yazsız 2 üzərinə gəlsin 2x bərabərdir 0. X də bərabər edir mənfi 1.
Qurtardı. Bu da oldu -1. Bu qaydada. Yəni məncə çətin deyil. Başa düşdük. İndi gəldik uşaqlar nəyə? Gəldik. Bizə verə bilər alüminium. Deyək ki, bunun maksimum valentliyi neçədir? Bayaq dedim ki, metallar maksimum valentliyini yerləşdiyi qrupun nömrəsinə uyğun göstərir. Yerləşdiyi qrupun nömrəsi deyirmi? Alüminium metal deyildi, metal. Metallar göstərdiyi valentliyə uyğun göstərirlər oksijeşmələrini. Yəni alüminiumun oksijeşməsi neçə olacaqdı? 3 valent göstərirsə, olacaq maksimumu 3. Maksimumu olacaq 3, müsbət 3. Minimum isə dedim 0 göstərir. Minimum olacaq 0. Müsbət 3, 0. Bu oldu bu alüminium. Məsələn, bizə verə bilər azot. Azot nədir? Azot haqqında belə bir şey dedim ki, ümumiyyətlə qeyri-metallar maksimum valentliyini, qeyri-metallar maksimumu yerləşdiyi qrupun nömrəsinə uyğun göstərir. Qrupun nömrəsinə. Minimum isə qrupun nömrəsindən çıxırdıq 8-i. Bax, indi aşıqlar, düşünün ki, n 7-dir. 1s2, 2s2, 2p1-dir də bu. Bunun qrupun nömrəsi neçədir? 2p2, 3. 4. 4, 2p3. 0. Səhv yazdım. 5. 200 sol 5, düzdür. Ziyyət. Demək, bunun qrupun nömrəsi 5-dir deyə. Bunun maksimum oksijeşmə dərəcəsi də olacaq müsbət 5. Bəs minimumu necə olacaq? 5-dən çıxasız 8-i eləyəcək -3. Demək, bunun minimumu da olacaq -3. Qurtardı. Budur belə. Yəni, metallarla qeyri-metalların fərqi budur. Və bir dənə də qayda var. Əgər metal və yaxud da qeyri-metal maksimum oksijeşmə dərəcəsi göstərirsə, olur oksidləşdirici. Minimumu göstərirsə, olur reduks edici. İndi deyəcəm onlarda nədir? Reduks edici. Aralı oksidləşmə dərəcəsi göstərirsə, yəni müsbət 3-dən 0 arasında bir şey göstərirsə, olur həm oksidləşdirici, həm reduks edici. İndi deyəcəm bu oksidləşmə nədir, reduksiya nədir? Onun prosesini indi izah edirəm. Bura qədər kiminsə sualı var oksidləşmə dərəcəsinə aid? Yoxdur. Gəldik uşaqlar, o oksidləşmə reduksiya məsələsinə görə o nə deməkdir? Oksidləşmə prosesi ümumiyyətlə nədir? Bu nədir? Bizə bir reaksiya verir. Məsələn, H2 + oksigen. Oksidləşmə reduksiya dərəcəsinə görə, bunlar oksidləşmə reduksiya dəyişməsinə görə hər birinin valentliyini, oksidləşmə dərəcəsini yazıb axırda dəyişməsinə baxırıq. Baxın, hidrogen, oksigen. Yəqin ki, baxan kimi ağlınıza gəldi ki, hidrogen burada 1 valentlisə, bu olacaq 1, sonra oksigen burada 1 valent olacaqsa, bu olacaq 1, 2 valentli olacaqsa, bu olacaq 2, sonra su olacaqsa, məsələn, -2, -1. Amma mən bayaq bir qayda demişdim ki, bəsit halda görəndə maddələri bunu götürür 0. Yəni, bunun oksidləşməsi 0, bunun oksidləşməsi 0. Təkdə axı, tək olanda yaza bilməzsiniz heç nə. Birləşmənin içində ancaq yaza bilərsiniz bunun oksidləşmə dərəcələrini. Baxırsınız bura. Oksigen neçə oldu? Oksigen dedim, %90 birləşmələrində -2 oldu. Hidrogen neçə olur onda? -1 olur. Qurtardı. Bura qədər yazdıq. İndi gəlirsiniz, məsələn, bizə deyir ki, hidrogenə baxın. Hidrogenə baxırıq. Hidrogen ayağı var ha. Bax, atomunu yazırsınız qabaqdan. Hidrogenin özünü yazırıq. Sonra gəlirsiniz bu hidrogen yazmağa. Görürsünüz ki, burada hidrogen yenə ayağını yazırıq qarşısına. Özünü yazdıq bura. Görürük ki, hidrogen sıfırdan, baba sıfırdan. Hidrogen gəlib -1-ə. Bax, bu sıfırdan -1-ə dəyişməsi bunun artıq olur oksidləşmə. Necə olur? Oksidləşmə prosesi olur. Baxın, bax bu yuxarısındakı rəqəm var ha, 0. Belə bir qayda deyəcəm. Sol tərəfdən. Çıxırsınız bu ortadakı rəqəmi. Bilmirik ortadakı rəqəm nədir. Alınır sağ tərəf. Yəni, sol tərəfin oksidləşməsi 0-dır. Yazırsınız 0. Çıxılsın. Bu ox kimi olur da. Yəni, oxun üstündə buna görə. Əgər mənfi olursa, deyirlər oksidləşmə prosesidir. Müsbət olursa, reduksiyadır. İndi gələcəm orasına da. Bura yazdı 0. Çıxılsın x, bilmirik.
Bərabərdir sağ tərəfin oksitləşməsi, yəni müsbət 1. X eləyir neçə uşaqlar? -1. Demək bu x -1 imiş. Bu mənfi olarsa əgər oxun üstü mənfi olursa həmişə. Buna deyirlər proses olaraq proses. Oksitləşmədir. Oksitləşmə prosesi. Amma bu reduksiya edicidir. Tərsinə. Biri oksitləşmə olanda biri reduksiya edici olur. Bu isə sol tərəfdəki isə olur reduksiya edici. Yəni bu reduksiya ediciymiş. Derseniz o oksidləşmə reduksiya edici. Nə? O oksidləşmə hər halda reduksiya edicini bir də deyə bilərsiniz Əhməd amma. Hə, deyəcəm, olsa bir də nümunədə göstərəcəm, narahat olma. Yəni, ay uşaqlar, oxun üstü mənfi olarsa, belə bir şey nəticə çıxartdıq ki, oxun üstündə mənfi işarəsi olarsa, proses olur oksidləşmə, proses olur oksidləşmə. Bu isə olur reduksiya edici. Reduksiya edici. Bax, bu sol tərəfdəki isə olur reduksiya edici. Əgər oxun üzərindəki rəqəm müsbət olursa, proses olur reduksiya. Bu, bax, sol tərəfdəki isə olur oksidləşdirici. Tərsinə olur da uşaqlar. Proses reduksiya olanda element olur oksidləşdirici, proses oksidləşmə olanda element olur reduksiya edici. Tərsinə. Sadəcə bir dənə bunu yadda saxlamaq lazımdır ki, müsbət olanda prosesin adı nə olur, mənfi olanda nə olur. Birini bilsəz qalanları tamamlanacaqdır. Gəlin. Bax. Şəfa, sən dedin, başa düşmədim. Burasını bir də izah elə. Başqa bir misal üzərində izah eləyirəm. Məsələn, götürürəm maqneziumla fosforun reaksiyası. Maqnezium üzərinə gəlsin fosfor. Alınır maqnezium 3. Peki, belə. Nə edirsiniz? Bəsit haldadır, tez üstlərinə 0 yazsınız. Bu necədir? Burada baxırsınız ki, bu tərsinə də metalda axı. Metalcıza valentliyi qədər göstərəcək oksidləşməsini, yəni müsbət 2. Bu da olacaq -3. Qutardı, buranı yazdıq. İndi keçsiz aşağıya. Yazsınız ki, maqnezium 0-dan dəyişdi oldu nə? Maqnezium müsbət 2. Bir də qabağındakını da, dedim, ayağındakını da yazın qarşısına. İndi gəlsiz fosfora. Fosfor 0-dan gəldi nəyə uşaqlar? 2 dənə fosfor -3-ə. Gəldi belə. Dedim ki, sol çıxılsın orta, yəni ox və yaxud da ox da yaza bilərsiniz. Bərabərdir sağ tərəfə. Sol tərəf nədir? 0. 0-dan çıxasınız oxu, x-i, buranı. Bərabər eləməlidir müsbət 2. Demək sizin x-iniz nəymiş? -2 imiş. Bu əgər mənfi idisə şəfa, prosesin adı nə idi? Oksidləşdirici. Yox. Oksidləşmə. Bax, diqqət elə ona. Oksidləşmə, bax, element olur reduksiya edici. Yaxşı. Nə Fosfora fərqi var ki? var Oksidləşmə, fərq. İndi onu deyəcəm nədir. Yəni, fərqləri var. İndi orada gələcəm bir-bir. Prosto burasını hələ başa düşün. İndi gəldik Zinətsə. Bir təhər danışa bilsən yaxşı olardı. Çünki bilmək istəyirəm ki, bu dərsdə problem qalmasın. Biraz dərsdir. Qarışıq dərsdir. İndi Zinət, sən denən. Burada fosforun dəyişməsi necə olacaq? Bax, x-i necə olacaq? X burada mənfi müsbət 3 olacaq. Demək, x olacaq, A sol müsbət 3, bəli. X olacaq müsbət 3. Niyə? Çünki soldan ortadan çıxdın, elədi sağ. O da buradan tapdın ki, müsbət 3. Bu müsbət 3 isə prosesin adı nədir? Reduksiya edici. Prosesin adı reduksiya prosesi. Proses reduksiya. Abisi oksidləşdirici. ASO, bu da olur oksidləşdirici. Qutardı. İndi nə edirsiniz? 5 dəqiqəmiz qalıbdı qutarmağına. Gəlin istəyirsinizsə, qoy görüm, bura qədər olsa keçəcəm. Gəlin mitdən link atım ki, qoy fasiləsiz olsun, da bura qədər dərsiz daha bitir onsuz. Daha çox uzatmayacağım da. Yəni əslində davam var ya, amma hələ bura qədər keçəcəm. Gəlin onda bitirim, təzən link atım. 4 dəqiqəmiz qalıb. Sizə tapşırıq verim, ona indi baxaq. Yaxşı.
Onu bitir.